İranın ölkəmizə dron hücumu Rusiya mətbuatında da geniş işıqlandırılır. Rusiya mediası hadisənin regiondakı gərginlik fonunda baş verdiyini vurğulayır və Azərbaycanın rəsmi mövqeyi, eləcə də Tehrandan tələb olunan izahatı diqqətə çatdırır. İndi biz Moskvaya bağlanırıq. Ən son məlumatları Rusiya üzrə xüsusi müxbirimiz Zakir Musayevdən alacağıq. Söz sizdədir, buyurun. Hər vaxtınız xeyir. Bəli, İranın Naxçıvan ərazisinə və Naxçıvan aeroportuna dron hücumları Rusiya mətbuatında da diqqət mərkəzində qalmaqda davam edir və qeyd edim ki, Rusiyanın aparıcı xəbər agentlikləri hücumun həm mülki, həm də strateji nəticələrinə diqqət çəkirlər və bölgədə gərginliyin artdığını vurğulayırlar və məqalələrdə Azərbaycan prezidenti İlham Əliyevin açıqlamalarına xüsusi və geniş yer verilibdir. Rusiya mətbuatında dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan dövlət başçısı hücumu təxribat və terror aktı kimi qiymətləndirir və bununla əlaqədar vacib tədbirlərin görüləcəyini bəyan edibdir. Həmçinin bütün Azərbaycan silahlı qüvvələrinin hazır vəziyyətə gətirildiyi qeyd olunur. Bundan başqa Rusiyanın TASS, RIA Novosti, Komsomolskaya Pravda, Rossiyskaya Gazeta, Interfax, Kommersant kimi xəbər agentlikləri İranda istehsal edilmiş dronların Naxçıvanın hava limanına düşməsi barədə yayımladığı məqalələrdə bildirilir ki, İrandan buraxılan bir dron birbaşa aeroportun ərazisinə düşüb və partlayış baş veribdir və məqalələrdə o da qeyd olunur ki, mülki vətəndaşlar xəsarət alıbdır. Rusiya mətbuatında həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi reaksiyası da işıqlandırılır və məqalələrdə bildirilir ki, Bakı İrandan izahat tələb edib, səfir çağırılıb və etiraz notası təqdim olunubdur. Azərbaycan tərəfi hadisənin beynəlxalq hüquqa zidd olduğunu qeyd edərək öz ərazisinin təhlükəsizliyini qorumaq üçün lazım olan addımları atacağını bəyan edibdir. Rusiyalı ekspertlər də baş verən hadisəyə münasibət bildirirlər. Onların fikrincə ilkin görüntülər Naxçıvana hücumda istifadə edilmiş dronların İran puası olduğunu göstərir. O da bildirilir ki, Azərbaycan hazırda regionda balanslı mövqe tutur və belə bir hücum üçün açıq siyasi səbəblər görünmür. Sonda onu da əlavə edim ki, hadisənin yeri və nəticələri barədə çəkilmiş videolarda Rusiya mətbuatında yayımlanır. Bu da sözsüz ki, izləyicilərə insidentin miqyasını vizual olaraq göstərmiş olur. Belə Rusiya bürosundan bu saata çatdırmaq istədiklərim bunlar idi. Söz yenidən sizdədir. Təşəkkür edirik Zakir.